Ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslər və ya ürək-damar sistemini sağlam saxlamaq istəyən insanlar necə qidalanmalıdır? Bu olduqca çox önəmli bir sualdır. Tez-tez verilir. Müxtəlif cavablar var, internetdə də var, sosial mediada da var. İnsanlar öz həkimlərindən də bunu duyur, eşidir. Kimlərsə riayət edir tövsiyələrə, kimlərsə riayət etmir. Amma eyni zamanda çaşqınlıqlar da var. Verilən tövsiyələr tamamilə bir-birinə ziddiyyət təşkil edə bilər. Mən çalışacağım bugün sizə qısaca olaraq ürək-damar xəstəliklərinin qarşısının alınması üçün və yaxud ürək-damar xəstəliyi artıq varsa, onun inkişafının qarşısının alınmasında pəhrizin rolundan və bu pəhriz nədən ibarət olmalıdır, o haqda danışın. Əlbəttə ki, pəhriz olduqca önəmlidir. Çünki bizim yediyimiz, qəbul etdiyimiz qidalar bizim birbaşa olaraq ürəyimizə təsir göstərir və damar sisteminin fəaliyyətinin düzgün işləməsinə təsir göstərir. Bu təsir ya mənfi ola bilər, ya müsbət ola bilər. Əgər bizim qidalanmamız qeyri-sağlamdırsa, əlbəttə ki, bu nəticə etibarilə ürək-damar sisteminin daha zəif işləməsinə, getdikcə daha problemlərin dərinləşməsinə səbəb ola bilər. Yox, sağlam qidalanırıqsa, əlbəttə ki, əksinə baş verir. Qeyri-sağlam və sağlam nə deməkdir? Bunu ayırd etmək olduqca indiki müasir dövrdə çox sadədir. Çünki çox saylı tədqiqatlar aparılmışdır və bu tədqiqatların nəticəsi olaraq dünyada bir neçə pəhriz növü var, yəni diyetalar var ki, ürək-damar xəstəliklərinin profilaktikası, yəni önlənməsi məqsədi ilə və yaxud artıq ürək-damar xəstəliyi varsa, kimsə infarkt keçirib, kimsə insult keçirib, aşağı ətrafların damarlarında, arteriyalarında bir xəstəlik varsa, həmin insanlara tövsiyə olunur məhz bu pəhrizlər. Ən tanınmış dünyada 2 pəhriz var ki, bunların birinin adı Aralıq dənizi pəhrizidir, yəni Mediterranean diet deyirlər ona. Digəri isə DASH adında 4 hərfdən ibarət DASH dietasıdır, pəhrizidir. Bu da konkret olaraq yüksək qan təzyiqi olan insanlar üçün nəzərdə tutulmuş bir pəhrizdir. Bu 2 pəhriz növü bir çox tədqiqatlarda araşdırılıb onların effektivliyi, təsiri təsdiq olunub ki, doğrudan da onlar həm ürək-damar xəstəliklərinin inkişafını əngəlləyir, inkişafına imkan vermir. O cümlədən onlar əgər ürək-damar xəstəliyi varsa, o xəstəliyin inkişaf etməməsinin qarşısını alır. Yəni, bu da o deməkdir ki, həm hal-hazırda sağlam olan insanlara tövsiyə olunur bu 2 pəhrizdən biri və o cümlədən kim infarkt keçiribsə, insult keçiribsə, yüksək təzyiqi varsa, şəkərli diabeti varsa, bu insanlara da məhz bu 2 pəhrizdən biri çox ciddi şəkildə tövsiyə olunur. 2 pəhriz arasında fərq olduqca çox cüzidir. Yəni, o dərəcədə böyük bir fərq yoxdur. Hər 2 pəhrizin əsasını təşkil edir əlbəttə ki, balıq məhsulları, meyvə, tərəvəz, çərəz və paxlalılar. Hər 2 pəhriz növündə əlbəttə ki, trans yağlar, yəni yağ turşuları, o cümlədən şəkər və tərkibində karbohidratlar, şəkər olan qida məhsullarının miqdarı olduqca aşağıdır. Eyni zamanda hər ikisində duz, tərkibində duz olan qida məhsullarının da həcmi çox aşağıdır. Ona görə də bu 2 növ diyet həm yüksək qan təzyiqi olan, həm infarktda olan, insult olmuş, digər ürək-damar xəstəliyinə əziyyət çəkən insanlarda, o cümlədən ürək çatışmazlığı olan şəxslərə də əhəmiyyətli dərəcədə çox faydalıdır və tövsiyə olunandır. Yeganə DASH pəhrizi ilə Aralıq dənizi pəhrizinin əhəmiyyətli fərqi ondan ibarətdir ki, DASH pəhrizində tərkibində yağ az olan, yəni az yağlı süd məhsulları da daxildir və tövsiyə olunur. Və ümumiyyətlə son zamanlar bilirsiniz ki, bütün marketlərdə də əl çatandır. Az yağlılığı olan süd, az yağlılığı olan yoğurt və yaxud qatıq, az yağlı olan digər süd məhsulları mövcuddur. Onların istehlakı əhəmiyyətli dərəcədə tövsiyə olunur və təşviq edilir. Bu, əlbəttə ki, ürək və damar sisteminin daha sağlam qalmasına, insanların uzun ömürlüyünə köməklik göstərir. Buna görə də heç də sir deyil ki, Yunanistan olsun, İtaliyanın dəniz sahilində yerləşən şəhərlərində, kəndlərində, obalarında yaşayan insanlar olsun, onlar uzun ömürlüdürlər.
Çünki məhz onların elə pəhrizi Aralıq dənizi pəhrizidir və ya Dəş pəhrizinə uyğundur. Ona görə orta ömür uzunluğu orada 85 yaş və yuxarıdır və əlbəttə ki, ürək-damar sistemi xəstəliklərinin rast gəlmə tezliyi olduqca azdır digər ölkələrlə müqayisədə. Pəhriz olduqca önəmlidir, xüsusilə də sağlam qalmaq üçün, amma daha önəmlidir bu ürək-damar xəstəliyi olan insanlar üçün. İnfarkt keçirmiş insanlar üçün, insult keçirmiş insanlar üçün, yüksək təzyiqi olan, buna görə dərman terapiyası alan insanlar üçün, koronar şuntlama əməliyyatı keçirmiş, ürək damarlarına stent qoyulmuş, hansısa ürəyin qapağı dəyişilmiş insanlar üçün bu pəhrizə riayət etmək olduqca önəmlidir. Onlar haqqında daha ətraflı məlumat internetdən də əldə edilə bilər, amma siz əlbəttə ki, öz həkiminizdən də daha detallı məlumat əldə edə bilərsiniz. Onun tövsiyələrini əldə edə bilərsiniz. Çünki İtaliyanın pəhrizi ilə, Aralıq dənizi pəhrizi ilə, Azərbaycandakı Aralıq dənizin pəhrizi dedikdə tərkibində müəyyən qida məhsulları dəyişə bilər. O cümlədən dəniz sahilində, çayın qırağında yaşayan insanlar daha çox balıq qəbul edə bilirlər. Misal üçün Azərbaycanda Aran zonasında əgər bəzi rayonlarda çay yoxdursa, balıq məhsullarına çıxış azdırsa, onlar lobyalılara, paxlallara daha üstünlük verə bilərlər. O cümlədən bütöv tam dənli bitkilərdən hazırlanmış məhsullara böyük üstünlük verə bilərlər. Digər tərəfdən bu pəhrizlərin çox ciddi fərqi ondan ibarətdir ki, orada qırmızı ətin qəbulunun miqdarı olduqca aşağıdır. Daha böyük üstünlük məhz verilir balıq məhsullarına. Amma dana əti, qoyun əti, sonra toyuq əti, bunların istehlakı olduqca aşağıdır. Sual verilə bilər ki, yaxşı, əgər Aralıq dənizi mənə uyğun deyilsə, Dəş deyilən pəhriz mənə uyğun deyilsə, mən vegetarianam və yaxud veganam, burada da heç bir problem yoxdur. Artıq tədqiqatlar uzun illərdir ki, dönə-dönə təsdiq eləyir ki, əgər Mediterranean pəhrizi ilə Dəş pəhrizi məhz çoxlu miqdarda meyvə və tərəvəzə və bitkilərdən olan qida məhsullarına üstünlük verdiyi üçün bu qədər faydalıdır və effektivdir ürək-damar xəstəliklərinin önlənməsi üçün. Deməli, vegetarian pəhrizlər bundan daha çox effektiv olacaqdır və bu doğrudan da öz təsdiqini tapıbdır. Vegetarian pəhrizi o deməkdir ki, insanlar daha çox bitki tərkibli qida məhsullarını istifadə edir, amma eyni zamanda bəzən onlar yumurta da yeyə bilirlər və yaxud yoğurt, qatıq istehlak eləyə bilirlər. Veganlardan fərqli olaraq. Veganlar bunu da etmirlər. Onlar yalnız bitki məhsullarından istifadə edirlər. Amma hər iki pəhriz, vegetarian və yaxud vegan olduqca effektiv və tövsiyə olunur ürək-damar xəstəliklərinin riskinin azaldılması və yaxud ürək-damar xəstəliklərinin progressivləşməsinin, ağırlaşmasının qarşısının alınması üçün olduqca tövsiyə olunur. Ona görə tövsiyə edirəm, öz həkiminizlə məsləhət edin. Əgər poliklinikanızda və yaxud həkiminizin çalışdığı xəstəxanada, tibb müəssisəsində diyetoloq varsa, çəkinmədən onunla da məsləhətləşin. Onların hamısının tövsiyələri sizin üçün və sizin sağlamlığınız üçün olduqca faydalı olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm.